Salam, hər vaxtınız xeyir olsun. Biz bugün OTK-nın 4-cü siniflər üçün hazırladığı sualın izahına baxacağıq. Deməli, sualda belə deyir: təbəssüm sözü ilə bağlı doğru fikri seçin. A variantında ahəng qanuna tabe deyil fikri var. Bu yanlışdır. Nəyə görə? Çünki təbəssüm sözündəki bütün saytlar incədir. Belə olan halda da sözümüz ahəng qanuna tabe olur. B variantına baxırıq. B variantında həm qalın, həm incə sayt var deyir. Xeyr, bu yanlışdır, doğru deyil. Nəyə görə? Çünki ə də, ü də incə saytdır, qalın sayt yoxdur sözdə. 4 hecalı sözdür. Təbəssüm sözü 4 hecalı deyil, 3 hecalıdır. Biz bunu həm belə hecalara ayırmaqla bilə bilərik, həm də saytları saymaqla. Yəni sözdə neçə sayt varsa, o qədər də heca var. D variantına baxırıq. Sözdəki qoşa samitlər yazıldığı kimi tələffüz olunur. Xeyr, qoşa sığlar heç bir qoşa sığlı, tərkibində qoşa sığ olan sözlərdə tələffüz zamanı heç bir fərq olmur. Biz bunu necə yadda saxlaya bilərik? Açar söz kimi pətək və qaya sözlərini yadda saxlaya bilərik. Yəni, hansı ki sözlərdə p, t, ç, q və y qoşalıq şəklindəsə, qoşa şəklindədirsə, tələffüz zamanı fərq olur. Yəni, bundan başqa, yəni pətək və qaya sözlərinin tərkibində olan samitlərdən başqa hansı ki sözdə s, məsələn, və yaxud v, f olsun, l olsun, m olsun, yəni bunlar qoşa şəklindədirsə, qoşa s, qoşa v, qoşa f, qoşa l və yaxud qoşa m şəklindədirsə, tələffüz zamanı heç bir fərq yaranmır. Təbəssüm sözündə də qoşa s var və baxıram mən, görürəm pətək və qaya sözlərinin tərkibində s samiti yoxdur. Yoxdursa deməli, təbəssüm sözünün deyilişində də heç bir fərq yaranmayacaq qoşa s-larda. Məsələn, əlbəttə sözündə qoşa t var. Baxıram t pətək sözünün tərkibində var. Deməli, əlbəttə sözün tələffüz eləyərkən fərq yaranacaq. Və yaxud tokka sözündə q, qoşa q var və baxıram qaya sözündə q samiti var. Bu zaman mən yadımda saxlayacağam ki, pətək və qaya sözlərinin tərkibində q olduğuna görə tokka sözünün tələffüzündə də fərq yaranacaq. Deməli, doğru variant D variantıdır. Y variantına baxırıq. Sözün yazışı və tələffüzü fərqlənir. Xeyr, biz elə indicə dedik ki, qoşa s hansı sözün tərkibində varsa, həmin o qoşa s fərqli tələffüz olunmayacaq. Belə.